Sentyabrın 16-sında Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə rəsmi səfəri baş tutub. Səfər çərçivəsində Prezident İlham Əliyev və ali qonaq işğaldan azad olunmuş ərazilərdə Füzuli və Şuşada bir sıra mühüm tədbirlərdə iştirak ediblər. İki ölkə arasında əməkdaşlığın bütün sahələrini əhatə edən 15-dən çox sənəd imzalanıb. Strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmləndirilib. Səfər həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan əlamətdar hadisə kimi tarixə düşüb. Sentyabrın 16-sında Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfər edib. Ali qonaq Füzuli Beynəlxalq Hava Limanında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qarşılanıb. Burada prezidentə işğaldan azad edilmiş ərazilərdə salınmış Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları barədə məlumat verilib. Hər iki dövlət başçısı Füzuli şəhərini gəzib, daha sonra isə Şuşaya səfər ediblər. Şuşa rayonunun Daşaltı kəndi fonunda xatirə fotosu çəkilib. Şuşada Birləşmiş Ərəb Əmirlikləri prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri Qaravul dəstəsinin qarşısından keçən prezidentlərə dövlət himnləri səsləndirilib, nümayəndə heyətləri bir-birinə təqdim olunub və rəsmi foto çəkdirilib. Şuşada Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Prezident İlham Əliyev qardaş ölkənin dövlət başçısına Qarabağa səfərinə görə təşəkkürünü bildirərək bu səfərin ikitərəfli münasibətlərə yeni təkan verəcəyini bildirib. Görüşdə müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi, o cümlədən bərpa olunan enerji, nəqliyyat və iqtisadiyyat sahələrindəki layihələr müzakirə olunub. Prezidentlərin iştirakı ilə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında bir sıra mühüm sənədlər imzalanıb. Bunlar arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyannamə, əmək, enerji, nəqliyyat, süni intellekt, təhsil, mədəniyyət və turizm sahələrində anlaşma memorandumları, eləcə də müxtəlif investisiya və infrastruktur layihələrinə dair razılaşmalar yer alıb. Səfər çərçivəsində Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşada tanınmış şəxsiyyətlərin Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin erməni işğalı zamanı zədələnmiş və sonradan bərpa olunmuş heykəllərinə baxıb. Milli Xalça Muzeyinin Şuşa filialında olub və Yeni Şuşa məscidinin tikintisi ilə tanış olub. Daha sonra dövlət başçıları Cıdır düzündə Qarabağ atlarının nümayişini izləyib. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri prezidentinə Ərgünəş adlı Qarabağ atı hədiyyə edib. Səfərin sonunda Şuşa qalasının önündə xatirə fotosu çəkdirilib və rəsmi nahar təşkil olunub. Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri həmin gün başa çatıb. Füzuli Beynəlxalq Hava Limanında Birləşmiş Ərəb Əmirlikləri prezidentinin Azərbaycan prezidenti İlham Əliyev yola salıb.